Ömrünüzün 50 ilə yaxın dövrünü kulinariyaya həsr etmisiniz. Uzun illər Milli Kulinariya Mərkəzinə də rəhbərlik etmisiniz. Bu vəzifədən uzaqlaşdırılmanız ciddi səs-küy doğurdu. Niyə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sizinlə işləmək istəmədi? Yəni sizin kimi mütəxəssislə işləmədi. Mən indiyə qədər başa düşə bilmirəm ki, çünki mən getdim də, soruşdum da. Ola bilər insan bir səhv eləyər də, çağırıb deyərlər ki, burada səhv eləmisiniz. Məni elə şeylərdə günahlandırdılar ki, axırda mən getdim, adamlarla oturdum, başa düşmürəm. Mənim ailəmin də, özümün də evim, eşiyim, malım göz qabağındadır da. Afşorda zadda pulum zadım varsa, siz məndən yaxşı bilirsiniz. Yoxdur, yoxdur. Məndən soruşdu, birinci sual oldu ki, Tahir müəllim, siz 2 milyonu bura haradan alıb qoyursunuz? Mən evimə aparmamışam, işə qoyulubdu pul. Hesablayıblar 2 milyon, dedim, Covid'dən qabaq 2 milyon 820 min olub. Mənə ildə ən çox ayrılan pul 200 min manat idi. Bunun da 117 mininə maaş idi, 30 minə arendaydı. Mən də öyle Azadə xanımla mavin soruşanda dedim, valla bu 200 mindən 2 milyon oğurlamaq mümkünsə, öyrədin mən də oğurlayım. Bu mümkün olmayan bir şeydir, amma səbəbini indiyə qədər bilmirəm. Amma bilirəm ki, bunun yalnız ermənilərə xeyri oldu və bu prosesi də necə getdiyi əlimdədir. Məhkəmələrdən də keçdik filan da. Məndən buradan məktublar yazıldı Dünya Kulinariya Təşkilatına. İndiyə qədər də bu pressing davam edir. Mən oradan çıxmışam 3 ildə. 3 ildir biz biləni hələ də vəzifə boşdur. Boş deyil, 4 nəfər müdür dəyişib, elə boş kimidir. O təşkilatı məhv elədilər. Sizdən sonra bu vəzifəyə yazıcı, jurnalist Orxan Fikrətoğlu təyin olundu. O özü də bildirdi ki, bu sahənin mütəxəssisi deyil. Bəs indi kimdir? Mən onu qucaqladım, əlini sıxdım, tanıyıram dedim. İndi bilmirəm, bir qız böyüklər orada dalbadal dəyişir də. Ondan sonra özlərinin bir ikisini gətirdilər, sonra da birini gətiriblər. Mən heç adlarını da bilmirəm, vallahi heç maraqlandırmır da. Çünki bir adam ki peşəkar deyil və o peşə sahəsindən qoyulur, bu çox şey deyir, şair deyir, çox yaman oluruq biz səhv düşəndə yerimiz.